Məhbus həyatı kifayət qədər bozdur, yeknəsəkdir. Elə bir həyatdır ki, orada yəni, hər kəlmənə fikir verməlisən. Elə var ki, heç danışığını bilməyən adamlar, nə üçün yaşadığını bilməyən adamlar gəlir. Məsələn, hafif deyildi, deyirəm, o 6 ay həbs həyatı. Gül kimi deyirəm, oturmuşdum, deyirəm, qapını da deyirəm, özüm açmırdım, onu da gəlib açırdım. Həbsxana da bu cəzadır da, bu cəza verilən yerdə ürək açan bir şey yoxdur. Olduğun kimi ola bilmirsən həbsdə. Mən məsələn hüquq müdafiəçisiyəm, amma mən həbsdə hüquq müdafiəçisi ola bilməzdim. Nə bilim, divardır da. Hər yer divardır. Müəyyən qədər orada bir bərabərlik var. İnsanlar statuslarından asılı olmayaraq ən azından dustaqlar bir-birlərinə davranışlarda bərabər davranırlar. Məsələn, mən indi ibadətlə məşğul oluram, amma həbsxanada daha çox ibadətlə məşğul olmaq imkanlarım var idi. Telefondan, internetdən, belə deyək, bütün bəzən problemlərdən uzaq olmaq, düzü məcburi şəkildə olsa adama xoş gəlirdi. İnternetdən uzaqsan, vaxtın çoxdur və kitaba marağın varsa, kitab oxumağa. Yəni bir özəlliyi vardı ki, tutalım ki, xeyli sayda siyasi məhbusu bir araya yığmışdılar. Onlar azadlıqda çox çətin hallarda, nadir hallarda bir yerə yığışırlar.